Hər birinizi salamlayıram əziz Qafqaz Türk Media izləyiciləri. Sizə bir kadr, bir hekayə verilişinin növbəti buraxılışını təqdim edirik. Bu dəfəki qonağımız Tbilisi Dövlət Tibb Universitetinin tələbəsi Aliyə Mehdiyevadır. Gəlin onu yaxından tanıyaq. Salam Aliyə xanım, sizi xoş gördük. Dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Özünüzü təqdim etməyinizi istəyirəm. Mən Aliyə Mehdiyeva, 2003-cü ildə Marneli rayonu Sadaxlı kəndindən anadan olmuşam. Təhsilimin ilk illərini rus sektorunda bitirib, sonra isə Sadaxlının bir sayılı məktəbində davam elətmişəm. Sonra isə həmin məktəbi qızıl medalla bitirdikdən sonra 2021-ci ildə Tbilisi Dövlət Tibb Universitetinə təqaüdlə qəbul olmuşam. Hazırda isə həmin universitetin 4-cü kurs tələbəsiyəm. Necə oldu ki, bu ixtisası və universiteti seçdiniz? Bu sahəni seçməyimdəki ən böyük rol böyük ehtimal valideynlərimindir. Çünki hər ikisi də həkimdir və hər iki valideyni həkim olan uşaqlar böyük ehtimalı onlardan biri ən azından bu sahəni mənimsəyir. Başqa səbəbləri isə ən çox sevdiyim bir dənə yazar var, İlber Ortaylı, böyük ehtimal tanıyırsınız. Bəli. Həmçinin tarixçi olmaq istəyirdim. Həm də uşaqlıqdan gələn bir tip eşqi var idi deyək. Ancaq 12-ci sinifə gələndə tarixçi mi olsam, yoxsa tibb sahəsini mi seçsəm, çox ikisinin arasında qalmışdım. Və İlber Ortaylı'nın bir dənə kitabı var. İnsan bir ömür nasıl yaşanır da adı. Elə bil yazar burada deyir ki, hər bir abituriyent ən azından 18 yaşına kimi bu kitabı oxumalıdır ki, öz gələcək sahəsini doğru şəkildə seçmiş olsun. Mən də bu kitabı aldım, oxudum. Yəni ümumiyyətlə belə bir sitat şəklində deyil də, yazarın ümumi bir məzmunu belə idi ki, insan nə öz potensialından artıq yük götürüb özünü yormamalıdır, nə də ki, öz potensialından aşağı işdə işləməməlidir. Yəni insanın xoşbəxtliyi onun öz təbiətinə və qabiliyyətinə uyğun fəaliyyət göstərməsidir. Mən də elə o kitabı oxuyub bitirdikdən sonra həqiqətən də öz qabiliyyətimə və təbiətimə uyğun peşənin məhz tibb olduğunu seçdim və bu sahədə oxumağa başladım. Həqiqətən maraqlı səslənir, aydındır, uğurlar arzulayırıq. Bir daha əvvəlcə bilmək istəyirəm ki, siz işləyirsinizmi? Bildiyimiz qədərilə tələbələr həm oxuyurlar, həm işləyirlər. Əgər işləyirsinizsə, müsbət və mənfi cəhətləri nədir həm oxuyub, həm işləməyin? Bəli, Boxua kardiovaskulyar klinikasında tibb bacısı kimi fəaliyyət göstərirəm. Biz 3-cü kursu bitirdikdən sonra artıq diplomumuz olmamasına baxmayaraq tibb bacısı kimi fəaliyyət göstərmək haqqına sahibik. İlk 3 kurs oxumaq, işləməyi məsləhət görməzdim. Çünki ilk 3 kurs bizdə teorik bazayı yaxşı öyrənmək lazım gəlir ki, sonra da bunu praktikada düzgün istifadə edək. Amma 3-cü kursu bitirdikdən sonra artıq praktika olsun deyə işləmək olar. Müsbət cəhəti odur ki, ilk 3 ildə öyrəndiyimiz teorik hissəyi praktikada istifadə edərək daha da bilgilərimizi möhkəmləşdirə bilirik. Mənfi tərəfi isə odur ki, tibb universitetində oxuyan tələbələrin əksəri 4 gündə bir dəfə növbət tutmaq məcburiyyətinə qalır, hansı ki, həqiqətən tələbəyi çox yorur. Ona görə mənfi hissəsi də bu ola bilər və əksər halda əgər ekonomik problem yoxdursa, mən 3-cü kursdan sonra belə işləməyi tövsiyə görməzdim. Çünki normal bir tələbə də mən klinikada işləyəndə 2 aya həmin o praktikayı çox mükəmməl şəkildə öyrənə bilirik. Ona görə ən əsası teorik bazanı çox yaxşı öyrəndikdən sonra işləməyi məsləhət görə bilərəm. Aydındır. Bəs siz qazandığınız ən böyük uğur olaraq nəyə hesab edirsiniz və gələcəyə dair planlarınızda nə yer alır? Hələ hal-hazırda 4-cü kurs tələbəsiyəm dediyim kimi, böyük ehtimal məni iləride daha böyük nailiyyətlər gözləyir. Çünki ən böyük arzularımdan biri öz sahəmdə uğur qazanmaqdır. İndi isə qazandığım ən böyük uğuru yəqin ki, məktəbi qızıl medalla bitirərək universitetə təqaüdlə qəbul olmaq deyə bilərəm. Uzaq gələcək üçünsə millətimə, elimə, obama yararlı və etibarlı bir həkim olmaq istəyirəm və elə fəaliyyət göstərmək istəyirəm. Siz də arzularınızı satacaqsınız məqsədlərinizə. Və son olaraq gənclərə nə tövsiyələriniz olardı? Gənclərə ilk öncə özlərini yaxşı tanımağı və öz qabiliyyətlərini doğru qiymətləndirməyi tövsiyə edərdim. Çünki mənim fikrimcə hər kəs ali təhsil almaq məcburiyyətində deyil. Çünki biz elə bir cəmiyyətdə yaşayırıq ki, bu cəmiyyətin sadəcə advokata, həkimə və müəllimə ehtiyacı yoxdur, həmçinin sənətkara da ehtiyacı var. Ona görə öz istedadını, öz qabiliyyətini, potensialını doğru dərk edib qiymətləndirdikdən sonra artıq hansı sahəni istədiyini doğru qiymətləndirməlidir hər bir gənc. Ancaq o ilkin
məcburi təhsil dediyimiz 12-ci ili mütləq bitirməli olduğunu düşünürəm. Çünki əsas da qızlara aiddir. Ümid eləyirəm ki, 12-ci sinifi bitirmədən ailə həyatı qurmağı düşünən çox qız yoxdur hələ də. Çünki ali təhsil almaq başqa bir şeydir, amma həmçinin cəmiyyətə yararlı, savadlı və istedadlı övlad böyütmək üçün ən azından ilk 12 sinifi bitirmənin məcburi olduğunu düşünürəm ki, cəmiyyətimizə yararlı nəfərlər yetişdirək. Aydındır. Çox təşəkkür edirik. Xoş oldu Çox sizə sağ olun. həqiqətən bu söhbət. Belə uğurlar arzulayırıq və inanırıq ki, siz gələcəyin ən tanınmış, ən yaxşı Çox sağ olun. həkimlərindən Çox sağ olun. olacaqsınız. Mənim üçün də çox xoş idi burada olmaq. Təşəkkür edirəm. Bəli, əziz izləyicilərimiz, bir kadr, bir hekayə verilişinin sonuna çatdıq. Bu dəfəki qonağımız bildirdiyimiz kimi Aliyə Mehdiyeva idi. Gələn görüşlərədək bizi izləməyi, paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.